Bugün də 6-cı siniflər üçün monitorinq 5-ə baxaq. 3 sadə ədədin hasilinin neçə natural böləni var deyir. 3 sadə ədəd. Məsələn, yəni fərqi yoxdur da bunun nə olmağını. Tutaq ki, biri olsun 2, biri olsun 3, biri də olsun 5. 3 dənə sadə ədəd. Natural bölən deyirsə, natural böləni tapmaq üçün, bax bunların üstündə dərəcələr yazılmasa da 1-dir. Bunların natural bölənlərinin sayını, natural bölənini istəyəndə bunların qüvvətlərinin üstünə 1 gəlib, bir-birinə vururuq. 1-in üstünə 1 gəlirəm, vurulsun. Və bu 1-in üstünə də 1 gəlirəm, vurulsun. Bir də bunu. 3-ünün də qüvvətlərinin üstünə 1 gəlib, bir-birinə vururam. 2 vur, 2 vur, 2 oldu. Bu da elədir 8. Demək oldu D variantı. 27-ci suala baxaq. 5-ə bölünən, qalıqda 2 alınan 3 ardıcıl cüt ədədin cəmi 96-dır deyir. Deməli, 5-ə bölünən, qalıqda 2 alınan deyəndə ədəd olsun x, 5-ə bölünəndə, məsələn 5x-də, x-i 5-ə vuranda 5-ə bölünür. Qalıqda 2 deyirsə, üstünə 2 gəlirsiniz. 5-ə bölünən, qalıqda 2 alınan ədəd belə yazılır. 3 ardıcıl cüt ədəd deyirsə, biri budur, ardıcıl cüt ədəd deyəndə üstünə 2 gəlirik. 5x plus 2-nin üstünə 2 gəlirik. Bu ikinci ədəd. Sonra bunun da üstünə, bax, bunun da üstünə 2 gələndə üçüncü ədəd alınır. Bu nədir? 5x plus 4-dür də. 5x plus 4-ün də üstünə 2 gəlirik. Deməli, 3 dənə ardıcıl ədədin cəmi 96-dır deyir. Bunları toplayırıq. 5x üstə gəl 2, üstə gəl 5x üstə gəl 4, üstə gəl. Bu da elədir 5x üstə gəl 6. Bərabərdir 96. 3 dənə 5x var. Bu eləyir 15x toplayanda. 2 ilə 4 topladım 6. 6 ilə 6 topladım 12. Bərabərdir 96. Bu da eləyir 84. Buradan da x-i tapanda 84-ü bölürük 15-ə. Bu deyir 5,6. Biz x-i tapdıq. Bizə deyir ki, bu ədədlərdən ən böyüyü ilə ən kiçiyinin cəmi. Bu ədədlərdən ən böyüyü budur, ən sondakı. Ən kiçiyi də ən başdakidir. X-i tapdıqsa onların da qiymətini tapa bilərik. 5 vurulsun. X-in yerinə yazıram 5,6. Üstə gəl 2. Deməli, 5,6-nı 5-ə vursam, eləyir 28. Üstə gəl 2 də elədir 30. Deməli, ən kiçiyi budur. Ən kiçiyi. Ən böyüyü də nə idi? 5x plus 6 idi də. Yəni 5 vurulsun 5,6. Üstə gəl 6. 28. Üstə gəl 6. Bu da eləyir 34. Bu da ən böyük. Ən böyük. Bizə də deyir ki, ən böyüyü ilə ən kiçiyinin cəmini tapın. 34 ilə də 30-un cəmini tapırıq. Eləyir 64. Bu da elədir B variantı. Bu da elədir B variantı. 28-ə baxaq. Bir tənasübün kənar hədləri 32 və 54-dür. Baxın, tənasübün əvvəlcə ümumi yazaq. A bölünsün B bərabərdir, C bölünsün D. Bilirik ki, tənasübün kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. İndi fikir verin. Bizə kənar hədlərini veriblər. Yəni, elə bil ki, bu nə deməkdir? A vurulsun D bərabərdir, B vurulsun C. Bunlar kənar hədlərdir. Bunlar da orta hədlər. Gətirək, bizə verənləri yerinə yazaq. Deməli, bizə kənar hədləri veriblər. Deməli, 32 vurulsun 54 bərabərdir. Orta hədlərdən biri də 36-dır. Digərini bilmirəm, x qəbul elədim. Buradan da x-in qiymətini tapa bilərəm. 32 vurulsun 54-ü bölərəm 36-ya. Bunlar da ixtisar getsə, bunu da hesablayanda olur 48 hesablayanda. Deməli, x-i tapdıq, orta həddə tap deyirdi, oldu D. D variantı. 28. Benzin deposunda 480 litr benzin var. Benzinin 10'da 7 hissəsi istifadə olunduqdan sonra daha nə qədər istifadə etmək lazımdır ki, depoda 25 litr benzin qalsın. Deməli, əvvəlcə 480-ın 10'da 7 hissəsini tapaq.
Bu elədi 336. Deyir, bunu istifadə olunur. Yəni, onda 7 hissəsi istifadə olunursa, 480-dan çıxıram 336-nı. Bu da elədi 144. Deməli, qalan budur. Depoda qalan benzin budur. Deyir, istifadə olunduqdan sonra daha nə qədər istifadə etmək lazımdır? Yəni, 144-dən hələ nə qədər çıxmaq, nə qədər istifadə etmək lazımdır ki, depoda 25 litr benzin qalsın, deyir. Belə. Buradan x tapanda, yəni 144-dən neçə çıxsam 25 qalar deyirsə, 144-dən çıxırıq 25-i, qalır 119. Deməli, x 119 olmalıdır burada. Bu da oldu A variantı. 30-cu misala baxaq. Eldar. 30-cu misalda bərabərsizlikdir. Deyir. Bərabərsizlik deyil. Deyir, şərtin doğru olması üçün aşağıdakilərdən hansı A-nın yerinə yazıla bilməz? Yəni, doğru olması üçün A-nın yerinə yazıla bilməz deyir. Deməli, burada hər tərəf tam hissələri eynidir. Bu heç. Burada 3 gəlir, burada da 3 gəlir. Burada eynidir. Deməli, A 4-dən böyük rəqəm olmalıdır burada. 4-dən böyük rəqəm olmalıdır. 4-ün özü yazılsa uyğun gəlməz. Çünki burada 4 yazsam 346 olur. Burada 347-dir. Yəni, bu ondan kiçik olar. Ona görə 4-ün özünü yaza bilmərəm. 31-də. 42 ədədinin 3 ardıcıl tək ədədin cəmrinə nisbəti 3 ardıcıl tək ədədin cəmrinə nisbəti 2-nin 3-ə kimidir. 3 ardıcıl tək ədədin əvvəlcə cəmrini tapaq. Biri n-dirsə, digəri n plus 2, o birisi də n plus 4 olur. Niyə? Çünki tək ədədlərdə 2-2 artır. Üstünə 2-2 gələ gedirik. Bunların cəmrini tapaq. Bunların cəmi də 3n üstə gəl 6 oldu. Deməli, 3 ardıcıl tək ədədin cəminə nisbəti deyilsə, deməli 42-nin 3n plus 6-ya olan nisbəti 2-nin 3-ə olan nisbətidir. Burada da çarpaz vursaq 42 vurulsun 3 bərabərdə 2 vurulsun 3n plus 6. Bu 42-dən bu 2 ixtisar gedir. Qalır burada 21. Digər tərəfdən bu 21 vurulsun 3 buradadır. Buradan ikisinin içindən, mötərizənin içindəkilərdən orta qrup kimi 3-ü çıxara bilərik. Deməli, buradan 6-nı 2 vur 3 kimi götürsəm, ikisinin də tərkibində 3 var da. 3-ü çıxartdıq, orta qrup kimi çölə. Mötərizənin içində burada n qaldı, burada da 2 qaldı. Burada yazmışam. İndi bu üçdən də bu 3 ixtisar getdi. Qaldı burada 21. O tərəfdə də n plus 2 qaldı. Buradan n-i tapsa 21 çıxılsın 2 olar. O da bərabərdir 19. Deməli n 19-dur. Biz nə axtarıq? Bu ədədləri tapın deyir. Üçərdə tək edən cəmi nisbəti. Bu ədədləri tapın deyirsə n 19-dursa o birlərdə üstə 2 gələ gedirik də 21, 23 olar. D variantı. 32-yə baxaq. 32 çəndəki 600 litr suyun 150 litri istifadə edildi. 600 litrin 150 litri istifadə edildisə 600-dən 150-ni çıxırıq. Qalır 450. Qalan suyun həcminin istifadə edilən suyun həcminə nisbəti. Qalan suyun həcmi. Qalan su budur. İstifadə edilən su da 150-dir. Nisbətidir 3. Yəni 450-ni 150-yə bölürük. Sonra 333-ə baxaq, daha doğrusu 300 nədir?
Deyir 440 ədədi 3-də 2 və 4-də 1 ədədləri ilə tərs mütənasib hissələrə bölünmüşdür. Uşaqlar baxın, tərs mütənasibdir. Düz mütənasib deyəndə bunların yanına k qoyurduq, yazırdıq. Tərs mütənasib deyəndə bunların tərsini götürürük. Bax, məsələn 3-də 2-dirsə 2-də 3 k götürürük. 4-də 1-dirsə 4k, 4-də 1-in tərsi 4-də axı. Bərabərdir 440 götürürük. Bunları ortaq məxrəcə gətirsəm, bu məxrəc 2 olaraq qalır. Bunun surəti 3k idi. Üstə gəl. Bu 2-ni 4-ə vurub üstünə 3 gəldik. Yəni 3k gəlir. 2 vur 4, 8k. Üstə də 3k-nı gələcək. Bərabərdir 440. Məxrəc 2 qaldı. 3k ilə 8k-nı toplayanda eləyir 11k. Bərabərdir 440. Buradan da 11k-nı tapanda 440 vurulsun 2. K-nı da tapmaq istəsək, 440 vurulsun 2 bölünsün 11. Bunu buna böləndə düşür 40. 40-ı da 2-yə vuranda eləyir 80. K 80-dır. Kiçik ədədin 440 ədədinə nisbətlidir. İndi ədədlərin özlərini tapaq. Ədədlərin biri budur, biri budur. Deməli 2-də 3 vurulsun k. 2-də 3k. K-nın da qiymətini tapdıq deyə gətirək yerinə yazaq. Deməli 80-dan 2 xısa gedir, qalır burada 40. 3 vur 40-da eləyir 120. Ədədin biri budur. Digəri isə 4k-dır. Yəni 4 vurulsun 80. 4 vur 8-də 320. Yəni 4 vur 80-də 320 eləyir. Ədədləri tapdıq deyə kiçik ədəd nədir? 120. Kiçik ədədin 440 ədədinə nisbətini tapın deyir. 120-nin 440-a olan nisbəti. Bununla bir xısa gedir. Bunlar 4-ə xısa getsə burada qalır 3. Burada qalır 11. 11-də 3. Oldu A variantı. Dördə baxaq. 2 tonluq 7 maşınla bir qədər yükü 7,2 saata daşımaq olur. 7 maşınla bir qədər yükü 7,2 saat daşımaq olur. Bu yükü 3 tonluq 4 maşınla neçə saata daşımaq olar? 34-cü suala deyir 2 ton. İndi bunu burada nə eləyirik? 2 tonluq desə yazıram 2. Bax xətt çəkirəm. 7 maşınla 7,2 saata daşıyırsa 3 tonluq 4 maşınla x saata daşıyır. Bax, bunlar qarşı-qarşıya vururuq. Yəni 2 vurulsun, 7 vurulsun, 7,2 bərabərdir 3 vurulsun, 4 vurulsun x. Buradan x-i tapanda 2 vurulsun, 7 vurulsun, 7,2-ni 3 vur 4-ə bölürsünüz. Yəni x-in qarşısındakılar nədirsə ona bölürsünüz də, hasilə bölürsünüz. Bu da olur 8,4. Deməli, neçə saata? 8,4 saata daşımaq olar. 35. Oğlanlar və qızlardan ibarət. Deməli, 35-ci sualda oğlanlar və qızlardan ibarət olan bir qrupdadır. Əvvəlcə yazaq oğlan, qız. Deyir, 3 qız çıxır. Əvvəlcə qızların sayını x ilə, oğlanların sayını y ilə işarə edək. Bilmirik çünki. Deyir, bu qrupdan 3 qız çıxır. Yəni, qızlardan 3 nəfər çıxır. Deyir, oğlanların sayının, yəni y-in qızların sayına olan nisbəti 3-ün 2-yə olan nisbətinə bərabərdir. Gəlin, bunu çarpaz vurub hesablayaq. Çarpaz, bunu buna vuruq, bunu buna vuruq. Deməli, 2y bərabərdir. 3-ü vururuq, x minus 3-ə. Vurub ataq, 2y bərabərdir. 3x minus 3 vur 3, 9. Buradan 3x-i tapsam, 2y üstə gəl 9. Buradan da x-i tapsam, 2y üstə gəl 9 bölünsün 3. Buradan x-i tapdım. Hələ ki, bu dursun. Deməli, burada x-i tapdıq. İndi ikinci dediyinə baxırıq. Deyir ki, sonra 6 oğlan da qrupdan çıxdı deyir. Oğlanlardan da 6 nəfər çıxır və deyir, qızların sayının, yəni x minus 3-ün oğlanlarının sayına olan nisbəti, yəni y minus 6-ya olan nisbəti 6-nın 7-yə olan nisbəti kimidir.
Bunları da çarpaz vururuq. 7 vurulsun x minus 3. 6 vurulsun y minus 6. Çarpaz vuraq açaq. 7x minus 3 vur 7 21. 6y minus 36. Buradan yəni x axtarırıq biz. 6y minus 36 burada qalır. 21, mənfi 21 önə keçəndə müsbət 21 olur. 7x bərabərdir 6y minus 15 olur burada da. Buradan da x'i tapanda 6y minus 15 bölünsün. X'in qarşısındakı 7'yə bölürük. Buradan da x'in qiymətini tapdıq. Görürsünüz, yəni x'lar bir-birinə bərabər olmalıdır. Bu ifadə ilə bu ifadə bir-birinə bərabər olmalıdır. Bunları gəlin bir-birinə bərabər edək. Deməli, 6y minus 15 bölünsün 7 bərabər olmalıdır. Buradakına 2y üstə gəlib 9 bölünsün 3. Yenə çarpaz vururuq bunları. 3 vurulsun 6y minus 15 bərabərdir 7 vurulsun 2y plus 9. Vurub açaq. 3 vur 6 18y. 3 vur 5 45 bərabərdir 2 vur 7 14y. Üstə gəl 63. 14'ü bu tərəfə keçirirəm. 18y çıxılsın 14y. 63'ün də üstünə 45 gəlirik. 4y bərabərdir. Bu eləyir 108. Y də bərabərdir. 108 də 4'ə bölürük. Eləyir 27. Y-in qiymətini tapdımsa, bizə x lazımdır. X-in qiymətini hesablayaq. Çünki bizdən qızları soruşur. Qızlar axı əvvəl x idi, sonra 3 nəfər çıxdı. Bizə deyir ki, birinci vəziyyətdə qrupda neçə qız var idi? Yəni, qızların sayı əvvəl x idi də. Y-i 27 tapdımsa, gətirib yerinə qoyuram. 6 vurulsun 27 vurulsun. Çıxılsın 15 bölünsün 7. Deməli, 6'nı 27'yə vuranda eləyir 162. Çıxılsın 15 bölünsün 7. Bu da yuxarıda 147 alınır. 147'ni də bölsək 7'yə alınır 21. Deməli, qızların sayı əvvəlcə nə olub? 21 olub. Qiyməti tapdıq. Deməli, cavabımız oldu 21. C variantı. Bu biraz çətin misal idi. Daha doğrusu uzun gedir misal. 36'ya baxaq. Düzbucaqlı paralelipipedin ölçüləridir. Və düzbucaqlı paralelipiped çəksək. Deyildi. Düzbucaqlı paralelipipeddir. Düzbucaqlı paralelipipedin ölçüləri 2, 1,5 və 3'dür deyir. Yəni, məsələn, bir tərəfi 2, bir tərəfi 1,5, bir tərəfi də 3'dür deyir. Bax, o bura olsun 3. Hər til 2 metr artarsa deyir. Alınan paralelipipedin həcmi nə qədərdir? Əvvəlcə paralelipipedin həcm düsturuna baxaq. Paralelipipedin həcminin düsturu bütün o 3 tərəfinin bir-birinə hasilidir. Görürsünüz, uzunluq, n və hündürlük. Bu 2 uzunluqdur. Bu n-i, yəni oturacağın uzunluğu və n-i. Bu da hündürlükdür. Həcmdə 1, 2, S oturacaq, vurulsun h-dır da həcm. Bu da paralelipipedin oturacağı da düzbucaqlı olduğuna görə, düzbucaqlının da sahə düsturu nədir? N-in uzunluğuna hasilidir. Ona görə 3 tərəfinin bir-birinə hasilidir. Düzbucaqlı paralelipiped, yəni bunların ölçülərini verir.
normal deyir, hər tilidə 2 metr artarsa, yəni bu əvvəl uzunluq 2 idisə, 2 metr artıbsa, üstünə 2 gəliblər, olub 4. Sonra əvvəl 1,5 idisə, üstünə 2 gəliblər, olub 3,5. Sonra əvvəl 3 metr idisə hündürlüyü, üstünə 2 gəliblər, olub 5. Deməli, alınan paralelepipedin həcmi nə qədər artardı? Əvvəl həcm nə idi? Əvvəlki ölçülərə görə 2 vur, 3 vur, 1,5 idi. Cavab olurdu 9. Əvvəlki ölçülərə görə həcmi 9 olurdu. İndiki ölçülərə görə isə bu V1 olsun, bu V2. İndiki ölçülər nələrdir? 4, 3,5, 5. Bu da elədi 70. Bizdən heç əlaqə istəmir ki, bizə deyir ki, alınan paralelepipedin həcmi nə qədərdir? Elə alınan paralelepiped budur da, həcmi oldu 70. Deməli, alınan paralelepipedin həcmi 70-ə bərabərdir. Ölçüləri artırdıq, bir-birinə vurduq. 37-yə baxaq. Deyir, y 10-a bərabər olduqda ifadəni hesablayın. Əvvəlcə bir ifadəni sadələşdirək. İfadəni sadələşdirmək üçün əvvəlcə mötərizənin içindəkilər hesablayırıq. Fikir verin, hamısının yanında y var. Hamısının yanında y varsa, biz bunların qarşıdakı əmsallarını, yəni ədədlərini toplayıb çıxıb, axırda yanına y yaza bilərik də. 2,7-dən əvvəlcə çıxırıq 3,2-ni. Olur -0,5. -0,5, baxın, qarşıdakı mənfi olduğu kimi qalır. Bu ikisini çıxanda olur -0,5 y. Sonra çıxırıq 4,5 y. Qalanda yazıram. Qarşıdakı mənfi hələ ki qalır. İndi ikisi də mənfi olduğuna görə bunlar toplanılır. Qarşısına mənfi yazır. 4,5-in üstünə 0,5 gələndə eləyir 5. Mənfi 5 eləyir. Yəni mənfi 5 y. -5 y çıxılsın 1,2 y də yazıram. Bax, qarşısında burada da mənfi var. Burada bir-birinə dəyir. Müsbət 5 y olur. Çıxılsın 1,2 y olur. Bu da eləyir 3,8 y. Bunu tapdıq. Deməli, bu ifadəni hesabladıq. 3,8 y oldu. Y-in də qiymətini 10 veriblər. Gətirirəm y-in də yerinə 10 yazıram. Yəni 3,8 vurulsun 10. Bu da eləyir 38. Deməli, cavabımız oldu D variantı. 38-ə baxaq. Diametri 12 cm olan dairənin sahəsini tapın deyir. Dairənin sahəsi S dairə bərabərdir. D yazıram indeksinə. Pi R kvadratıdır, eləmi? Diametri veribsə bizə, diametr də 2R-ə bərabər olduğuna görə, deməli, diametr 12-dirsə, radius onun yarısı olur da. Yəni, 12 bölünsün 2, bu deyədir 6. Deməli, radius 6-dırsa, gətirək yerinə yazaq. Pi vurulsun 6-nın kvadratı, bu da eləyir 36 pi. A variantı. Buraya çalışıb 20 yazıblar, 39'dur bu. 39'a baxaq. Şəkil çəkdi. Deyir, O mərkəzi çevrənin diametri, radius və vətərlərinin sayı ardıcıl olaraq müəyyən edin. O mərkəzi çevrənin diametri, radius və vətərlərinin sayını ardıcıl olaraq müəyyən edin.
Hə, neçə dənə diametr var, neçə dənə radius var, neçə dənə də vətər var. Onu demək istəyir. Deməli, diametr 2 dənədir də. Baxın, diametr yazıram. Bax, biri AC diametridir. Baxın, budur. İkincisi də BF diametridir. Deməli, neçə dənə oldu? 2 dənə. 2 dənə diametr var. İndi radiusa baxaq. Radiusdan nə qədərdir? Bax, mərkəzdən çıxan hər bir radiusdur. Bax, 1 radius, R1, R2. Əslində, bunlar hamısı R1 deyəndə hamısı radiusdur da. Neçədən oldu? 1, 2, 3, 4. 4 dənə də radius oldu. Vətərə baxaq. Biz bilirik ki, çevrənin ən böyük vətəri diametrdir. Ona görə də demək 2 dənə diametr varsa, bunlar da vətərdir. Plus YF də, daha doğrusu YD də vətərdir burada. Burada YD-də 3-cü vətər kimi baxsaq. Deməli, onda çevrənin 3 dənə vətəri verilib. 3 dənə. Onda sayılar nə oldu? Birinci diametr gəlirsə 2, 4, 3. 2, 4, 3 oldu C variantı. C variantı oldu burada da. 40'a baxaq. Deyir 40'da yenə çevrə verib x-in qiymətini müəyyən edin deyir. Burada bucağı verib deyəsən. Şəkil elə qəribə verilib ki. Əslində bu açıq bucaqdır. Əgər açıq bucağı nəzərdə tutublarsa şəkildə, bu bizə verməlidir 180 dərəcə. 3'də 1 x bərabərdir. 180'dan 75 çıxanda qalır 105. X ilə bərabərdir. 105'i 3'də 1'ə böləndə tərsinə vururuq da. Yəni 3 vur 5, 15. Bir yad elə, o da 315. Bu da oldu 315. Demək, x-in qiymətini istəyirdisə 315. Çünki bu bucaq açıq bucaqdır. Bu verilən ədədi 180'də bərabər elədik. 41'ə baxaq. ABCD düz bucaqlısında CD 11, bura 11'dir. AD 12, BK 5. Olarsa rəngli hissənin sahəsini tapın deyir. Bura ümumi 11'dirsə, bu kiçik yer, çünki bura da bütöv 11 olmalıdır. Bura bütöv 11'dirsə, bu kiçik yer 5'dirsə, bura 6 düşür də. 11'dən 5 çıxırıq, bura qalır. Oldu 6. ABCD düz bucaqlı rəngli hissənin sahəsi. Bu düz bucaqlısa, bu bucaq, bu bucaq düz bucaqdır. Yəni bütün bucaqları düz bucaqdır da bunun. Əvvəlcə düz bucaqlının sahəsi eni ilə uzunluğun A-sına bərabərdir. Yəni 12'ni 11'ə vuranda bu bütöv düz bucaqlının sahəsini verir bizə. Bu elədir 132. 132 bütöv düz bucaqlının sahəsi oldu. İndi biz buradan bu ağ hissə baxın. Bir dəqiqə. Bu ağ hissə nədir? Düz bucaqlı 3 bucaqdır bu ağ hissə. Düz bucaqlı 3 bucaqdır bu. Düz bucaqlı 3 bucağın da sahəsi, yəni tərəf burada 12 olur da. Bilirik ki, BC ilə AD bir-birinə bərabərdir düz bucaqlıda. Düz bucaqlı 3 bucağın da sahəsini hesablayanda S3 bucaq katetləri hasilinin yarısı. Buranın bu tərəfi ilə bu tərəfinin hasilinin yarısını verir düz bucaqlı 3 bucağın sahəsi. Bu düz bucağa bitişik tərəflərə onun katetləri deyilir və katetlərin hasilinin yarısına bərabərdir. 12'ni 2'yə bölürəm, düşür burada 6. 6 vur 5 deyir 30. Deməli, bütöv mən bu düz bucağının sahəsindən o ağ hissəni, yəni o düz bucaqlı 3 bucağın sahəsini çıxsam, bu rənglənmiş hissənin sahəsini alaram. Yəni 132'dən 30 çıxsam, alaram 102. Bu da rənglənmiş hissənin sahəsini verir bizə. 102 A variantı. 42'yə baxaq.
Deyir 0,12 kub metrin 4% neçə litrdir? Əvvəlcə 0,12 kub metri desimetrin kubuna çevirək. Onu minə vurmalıyıq. Minə vuranda eləyir 120 desimetrin kubu. Çünki 1 desimetrin kubu 1 litrdir də. 1 litr. Litrə çevirmək üçün. Bu da bizə 120 litr verir. Baxın. 120 desimetr kubutsa 120 litr deməkdir. Onda 120'nin 4%'i tap deyəndə 124'e vurub 100'e bölürük. Sıfıra ixtisar getdi. Bu 4 ilə 10 ixtisar getdi. Burada 2 qaldı. Burada 5 qaldı. 12'yi 2'ye vurduq. 24 bölünsün 5. Bu da olur 4,8 litr. Və 4,8. Bunlara diqqət eləmək lazım. Görürsünüz, kub metrdən verib də çaşıb, yəni bunu hesablamayırsınız faizini. Əvvəlcə bilməlisiniz ki, yəni deyirəm, qayda. Bu qayda. Deməli, 1 kub desimetr 1 litrə bərabərdir. Əvvəlcə bu metrin kubunu desimetrə çevirməlisiniz, desimetrin kubuna. Ona yəni neçə litr olduğunu tapmalısınız ki, bizim cavabımızı litrlə veriblər. Litrlə tapasınız. 43'ə baxaq. Çənin 7'də 4 hissəsi su ilə doludur. Çəndəki suyun 25%'ini işlətdikdən sonra 5,13 ton su qaldı. Çəndəki su olsun X. X. Daha doğrusu çənin tutumu. Yəni çənə X litr deyək, ton da doğrusu su doldurmaq olar. Hal-hazırda çənin 7'də 4 hissəsi su ilə doludur. Yəni su var. 7'də 4 x. Yəni doludur. Çəndəki suyun 25%'ini. Yəni 7'də 4 x'in 25%'ini tapsaq 4 eləyir. 7'də 4 x'i 4'ə böləndə 4'də 1'ə vururuq. Bunlar ixtisar gedir. Qalır 7'də 1 x. 7'də 1 x. Yəni bu 25%, yəni 7'də 1'ini işlətsək, 7'də 4 x-dan 7'də 1'ini çıxsaq, qalır 7'də 3 x. Qaldı su. Bu qədər su qaldı. İşlətdikdən sonra 5,13 ton su qaldı. Yəni 7'də 3 x bərabərdir nəyə? 5,13'ə. Buradan da x-i tapsam, 5,13'ü 7'də 3'ə böləndə tərsinə vururuq da. 3'də 7'yə vururuq. Deməli, bunu da hesablayanda olur 11,97 ton. Deməli, çən 11,97 ton su tuturmuş. D variantı. 44. Püşkatma iştirakçıları qutudan 1'dən 100'ə qədər nömrələnmiş kürəcik çıxarır. Birinci iştirakçının çıxardığı kürəcikdə 3 rəqəminin olması ehtimalını tapın. Burada 1'dən 100'ə qədər nömrələnmiş kürəcikdir. Birinci iştirakçının çıxardığı kürəcikdə 3 rəqəminin olması ehtimalı. Deməli, 1'dən 100'ə qədər ədədlərin içində hansılarda 3 varsa onlara baxaq. Məsələn, ilk 3 ilə başlayır. Sonra 13 gəlir. Sonra 23. Sonra 30. 31. 32. 33. 34. 35. 36. 37. 38. 39. Sonra 43. 53. 63, 73, 83, 93. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19 dənə içində 3 olan ədəd var da. Yəni 3 rəqəm olan. Demək, ehtimal tapanda bütün rəqəmlərin, ədədlərin sayı 100'dür. Məxrəcdə yazılır. Surətdə isə onların yəni içində 3 olanlarının sayı yazılır. Əslində bu 0,19 olmalıdır cavab. Amma bu cavablar içində yoxdur. İndi bunu bilmirəm, yuvarlaqlaşdırıb, yəni cavabı A veriblər.
Əslində bu olmalıdır. Bilmirəm, ya yuvarlaqlaşdırıb veriblərsə, yuvarlaqlaşdıranda bundan 1 onluq gedir, 0, yəni təqribən qiymət 0,2 olur. Ancaq yəni cavab 0,19 olmalıdır bu sualda. 45-ə baxaq. 4 ədədinin ədədi ortası 56, digər 3 ədədinin ədədi ortası 70-dir. Demək, ədədlər olsun, x, y, z, bir də olsun k. 4 dənə ədəd var, hərəsini bir hərflə işarə elədim. Bunların ədədi ortasını tapanda bu ədədləri toplayırsınız, verilən ədədləri. Sayına bölürsünüz. 4 dənədirsə 4-ə bölürəm. Və onun qiymətini də özü verib 56. Yəni ədəd ortanın qiymətini verib ki, 56-dır. Buradan x plus y plus z plus k-nı tapmaq istəsəm, elə bir ki, yəni bu hansı ədəddir ki, bunu 4-ə böləndə 56 alınır da. Ona görə 56-nı vurmalıyam 4-ə ki, ədədin özünü tapam. Bu da eləyir 224. Bunların cəmi də oldu 224. İndi sonra bizə nə deyir? Digər 3 ədədin ədədi ortası isə 70-dir. Başqa 3 dənə də ədəd deyək. M, N, L tutaq ki. Digər 3 ədədin də ədədi ortası, yəni 3-ə böləndə 70 alınır. Onda bu 3-ünün də cəmi 3 vurulsun 70 olur. Bu deyir 210. Bunun da cəmini tapdıq. Deməli, əvvəl verdiyi 4 dənə də cəmini tapdıq, qiymətini, 3 dənə də qiymətini tapdıq cəmini. İndi bizə deyir ki, bu 7 ədədin ədədi ortasını tapın. Yəni, 4 dənə əvvəl idi, 3 dənə burada. 7 ədədin ədədi ortasını tapanda bunların hamısını toplayırıq. 7 dənə ədəd dediyinə görə 7-yə bölürük, bunu tapırıq. Bunların da hamısının cəmi var da əslində əlimizdə. Bax, bura qədər, bax, bunların cəmi bizə 224-ü verir. Yəni 224, üstə gəl, bu üçünün də cəmi bizə 210-u verir. Gəlirəm üstünə 210. Bölünsün 7. Bunu hesablayırıq. 434 eləyir. Bölünsün 7. Bu da eləyir 62. Deməli, bunların da ədəd ortası elədir 62. Ümumiyyətcə, baxın, ədədi orta deyəndə ədədləri toplayıb sayına bölürsən. Sonra modad isə modanı tap. Ən çox təkrarlanan ədəd. Məsələn, tutaq ki, deyir ki, bu verilən ədədlərin modasını tap. İndi burada tərifdə yazdım ki, ən çox təkrarlanan ədəd modadır da. Burada ən çox hansı təkrarlanan? Bax, 2 dənə var. Qalan hamısından bir dənə. Deməli, bunun modası 2-dir. Hansı ədəd çox təkrarlanırsa, yəni sayı daha çoxdursa o birlərdən, deməli, modanı həmin ədədi götürürsünüz. Bəzən moda 2 dənə də ola bilər, 3 dənə də ola bilər. Çünki bu, məsələn, buradan sonra yazardım 8-8. Tutaq ki, belə yazılmışdı. Onda bu verilmiş ədədlər sırasında moda 2 və 8 olar. Çünki hər ikisindən 2 dənədir. Ona görə, yəni moda 2 dənə də ola bilər. Bu da belə. Sonra nə var? Ən böyük fərq. Məsələn, tutaq ki, bu ədədlər verilir. Bunlar qarışıq da verilə bilər. Yəni, böyükdən kiçiyə, yəni belə sıralanmış şəkildə yox, qarışıq da verilə bilər. Böyük, kiçik, qarışıq da.
Nə edirsiniz ən böyük fərqi tapanda? Bunların içindən ən böyüyü ilə ən kiçik ədədi tapırsınız və ən böyük ədəddən ən kiçik ədəd çıxırsınız. Deməli, ən böyük fərq nəyə bərabər oldu? 10-a bərabər oldu. Deməli, ən böyükdən ən kiçiyi çıxdınız, ən böyük fərqi tapdınız. Bir də var median. Tutaq ki, belə qarışıq ədədlər verilib. Tutaq ki, belə qarışıq ədədlər verilib. Deyir ki, bizə medianını tap. Əvvəlcə bu verilmiş ədədləri sırayla kiçikdən böyüyə doğru düzməliyik. Deməli, ən kiçik nədir? 1, sonra 2, sonra 3. Bax, 3-dən 2 dənə daha. İkisini də yanaşı yazıram. Sonra nə gəlir? 7, 9, 11, 13. Deməli, medianı tapmaq üçün bunun kiçikdən böyüyə doğru sırayla yazdıq. Medianı tapanda ortada duranları bax sayırıq. Məsələn, burada 3 dənə, burada da 3 dənə. Yəni, başdan və sondan eyni sayda ədəd ayırdıq. Ortada duran, bax, neçə dənə var idi burada ümumi ədəd? 1, 2, 3, 4, 5, 6, 7, 8. Əgər buradakı ədədlərin sayı cüt saydadırsa, ortada 2 ədəd qalır. Yəni, ortada duran 2 dənə ədədi tapırıq. Görürsən, məsələn, burada 3-dən 7-dir də. Ortadakı 2 ədədi toplayıb 2-yə bölürük. Yəni, 3 üstəgəl 7 bölünsün 2. Bu deyilir 10 bölünsün 2, bu deyilir 5. Deməli, bu verilmiş ədədlərin medianı nəyə bərabərdir? 5-ə bərabərdir. Tək sayda ədəd verilmiş olsaydı, məsələn, tək sayda ədəd verilmiş olsaydı, görürsən, 3 ayırarıq. Tən ortada duran ədəd olacaq 4. Deməli, median burada olacaq 4. Median, yəni ortada duran ədəd tapmaq deməkdir. Ortada, mərkəzdə. Deməli, cüt sayda olanda ortada duran ikisini toplayıb 2-yə bölürsünüz. Medianın həmin ədəd olur. Tək saydadırsa, ortada duranı götürürsünüz. Bunları da öyrənmiş olun. Düşə bilər çünki. Düşəcək çox güman ki. Sonra 46-ya baxaq. Deyir, 2 zəri birgə atdıqda düşən xallar cəmini 4-ə bərabər olması halların sayını tapın. Bu ehtimaldır. Bu ehtimalı sizinlə hələ keçməmişik. Hələ ehtimallı, yəni proqramımızda sonradır da. Ona görə ehtimalı qısaca izah eləyək. Ehtimalı tapanda kəsir xətti çəkirik. Kəsirin məxrəcində bütün mümkün hallar. Surətində isə əlverişli hallar. Yazılır. Yəni, nə deməkdir? İndi bu misalda əsas sizə zər məsələsi düşəcək çox güman ki. Bax, 2 zər birgə atıldı deyəndə. Bax, 1 zər atılanda bütün mümkün hallar, bax, bütün mümkün halları qısaca yazıram. Baş hərflərini B, M, H. Yəni, deməyin ki, hardan çıxdı? Bütün mümkün halda. Deməli, 1 zər atılanda bütün mümkün hallar olur 6 dənə. Niyə? Çünki zərin 6 dənə üzü var da. 1-dən 6-ya qədər nömrələnmiş 6 dənə üzü var. İndi əgər 2 zər atılırsa, onda bütün mümkün hallar
6 vur 6 36 olur. Yəni da 2 zər atıldı, 6 ilə 6-nın toplamı 12 olsun. Belə bir şey yoxdur. Hasilini tapırsınız. 3 zər atılsa bütün mümkün hal 6 vur 6 vur 6. Yəni 3 dəfə 6-nı öz-özünə vururuq. Bu da eləyir 216. Yəni kəsrin məxrəcində 1 zər atılsa 6 olacaq, 2 zər atılsa 36 olacaq, 3 zər atılsa 216 olacaq. Bu qaydada gedir. Yəni 4 zər olsa 6-nı 4 dəfə öz-özünə vurursunuz. Bu qaydada davam edir. İndi bizim misalımızda 2 dənə zər atıblar. 2 dənə zər atıblarsa bu qayda. Yəni məxrəc olacaq bütün mümkün hallar 36. İndi bizə əlverişli hal, yəni bizdən soruşduğu hal lazımdır. İndi ona baxaq. Deyir ki, 2 zər 1-də atılanda düşən xallar cəminin 4-ə bərabər. Düşən xallar cəminin. Yəni nə deməkdir? Tutaq ki, birinci zəri atdım, 1 düşdü. İkinci zəri yəni 2 zəri atdım, birinci üzə 1 düşüb. Cəmin 4 olması üçün ikinci zərə nə düşməlidir? İkinci zərə 3 xal düşməlidir ki, 1 ilə 3-ü toplayanda 4 olsun. Bu bir hal. Sonra birinci zərə 2 düşsə, ikinci zərə də 2 düşməlidir ki, cəmi 4 olsun. Cəminin 4 olmağını istəyirik. Sonra birinci zərə 3 düşsə, ikinci zərə 1 düşməlidir. Başqa hal yoxdur. Çünki niyə? Birinci zərə 4 düşsə, ikinci zərə 0 düşməlidir. Bu da belə bir üz yoxdur. Yəni 0 üzü yoxdur zərin. Ona görə, yəni 1-dən 6-ya qədər nömrələndiyi üçün cəmi 4-ə bərabər olan bu hallar var. 3 dənə hal var. Ona görə kəsrin surətini də yazıram 3. 3 dənə hal tapdığımız üçün. Bu ilə də bu ixtisar getdi. Kəsrin surətində qaldı 1. Məxrəcində də qaldı 12. Deməli, 2 zəri birgə atdıqda düşən xallar cəminin 4-ə bərabər olması hallarının bir dəqiqə, hallarının sayını tapın deyir. Ehtimalını demir. Burada hallarının sayı əslində 3-ü soruşur. Yəni necə? Əgər desəydik ki, 4-ə bərabər olması ehtimalını tapın. Ehtimalını istəsə, bu ehtimalıdır. 12-də 1 olardı. Bəli, ehtimal olsaydı bu olurdu. Amma bizə deyir ki, halların sayını tapın. Yəni biz nə axtarırıq? Buradakı əlverişli halları axtarırıq. Əlverişli halda neçə dənə oldu? 1, 2, 3. Deməli, bizdən bu 3 dənəsini soruşur. Deyirik ki, 3 dənə. Bunları baxın, belə açıq suallarda bunları izahlı göstərirsiniz. Yəni ki, məsələn, bu formada deyirsiniz ki, bu cütlər ola bilər və sonda deyirik ki, cavab 3 dənə. Yəni, bu qaydada izah yazırsınız buna. 47-yə baxaq. Bir binada 14 mərtəbə, hər mərtəbədə 11 mənzil, hər mənzildə 3 otaq və hər otaqda 2 radiator varsa, binada cəmi neçə radiator var? Uşaqlar, bu əslində çox sadə sualdır. Yəni, bunların hamısını bir-birinə vurmalıyıq. Baxın, yəni 14 mərtəbədə, hər mərtəbədə 11 mənzil varsa, bunları bir-birinə vurduq. Yəni, mənzilləri tapmaq üçün. Sonra hər mənzildə 3 otaq, hər otaqda 2 radiator deyəndə, yəni bütün 14 mərtəbədəki, hər bir otaqdakı radiatorların sayını tapanda, yəni hamısını bir-birinə vururuq bu rəqəmlərin. Bir-birinə də vuranda 924 eləyir. Sadə sualdır. 48. Koordinat müstəvisində ABCD kvadratında 3 təpə nöqtəsi verilmişdir. B təpəsinin koordinatlarını tapın deyir. Deməli, B təpəsinin koordinatlarını tapanda əslində siz bunu koordinat oxlarında çəksəz, bu nöqtələri qursaz düzgün. Yəni, belə eləyək. Deməli, A nöqtəsini quraq. -5, 2. 1, 2, 3, 4, 5. Deməli, -5, bu x oxudur da, bu x oxu, bu da y oxudur. -5, 2, y-in üstünə də 2-ni qeyd edirəm. Deməli, bu iki nöqtənin kəsişməsi bu nöqtə, yəni A nöqtəsi. Sonra
S nöqtəsi verilib 2, 5. X-in 2 qiyməti, Y-in 5. 3, 4, 5. Bu da oldu S nöqtəsi. Sonra D nöqtəsi -5, 5. Bura, yəni X-in -5, Y-in 5 nöqtəsi. Bu D nöqtəsidir. Biz B təpəsini axtarırıq. Bax, kvadrat deyir də. Bir dəqiqə uşaqlar, bu C nöqtəsini diqqətsiz elədim. C nöqtəsi 2, -5-dir, üzürlü sayın. Yəni X-in 2 qiyməti, Y-in -5. 1, 2, 3, 4, 5. Bura mən deyirəm ki, burada kvadrat alınmır da, nətər oldu. Bax, C nöqtəsi buradadır. C nöqtəsi. Baxın burada. Bu C nöqtəsidir. İndi olacaq. D nöqtəsi -5, 5, -5, -5. Yəni bu. X-in də -5, Y-in də -5 nöqtəsi gələcək bura. D. İndi kvadrat ola bilər, baxın. İndi baxın. A nöqtəsi ilə D nöqtəsini birləşdirək. D ilə C-ni birləşdirək. Bu avtomatik görürsünüz hara düşür. Kvadrat olması üçün avtomatik burada görünür bu hansı nöqtədir deyə. Yəni hansı nöqtə oldu? 2 ilə 2 nöqtəsi. Bu da B nöqtəsinin koordinatları 2, 2 olur. Yəni X-in də 2, Y-in də 2 nöqtəsinə uyğun gəldi. Yəni uşaqlar, bu koordinatları düzgün quranda, yazanda, burada avtomatik alınır, yəni hansı koordinatlardan keçir deyə. Bunu yəni belə tapa bilərsiniz, şəklini çəkib. Cavab 2, 2. Lap yəni burada belə olmasa belə kvadrat deyirsə, baxın görək, bura baxın. İndi bax, buradan 2-dir. Bax, 1, 2 dama, 1, 2, 3, 4, 5 dənə də burada. Deməli, tərəf neçədir? 5 ilə 2 topladım, 7. Deməli, kvadratın tərəfi 7-dirsə, 7-dirsə, indi bizdə bura yox idi, tutaq ki, bu xət yox idi. Bax, bu xət, baxın, bizə verilənlər bunlar idi da. Bizə bu tərəf verilmişdi, B nöqtəsi yox idi. Biz indi tərəfin 7 olduğunu biliriksə, elə eləməliydik ki, yəni bu nöqtəni bura qoyanda saymaydıq 1, 2, 3, 4, 5, 6, 7. Yəni buranın da tərəfi 7 olmalıydı. Yəni -5 buranı göstərirsə, buradan bura qədər məsafə müsbət olduğu üçün, deməli bura məsafə 5-dir də. Bura 2 olmalıdır ki, yəni 2 nöqtəsinə gəlməlidir ki, bütöv 7-yə bərabər olsun. Yəni buradan koordinatları asanlıqla tapmaq olur onsuz da 2 olduğunu. Eyni zamanda bura, baxın, buradan bura qədər 5-dirsə, deməli buradan bura qədər 2 olmalıdır ki, 7-yə tamamlansın. Ona görə bilirik ki, burada 2-dir. Yəni koordinatların buradan 2, 2 olduğunu aydın şəkildə göstərmək olar. 49-a baxaq. A-nın B-nin qiymətləri verilib. İfadəsinin qiymətini tapın deyir. A minus B, B minus A. Gətirib yerinə qoysam 12 minus, yəni A-nın yerinə 12 yazıram, B-nin yerinə də -3. Baxın, gətirib yerinə qoyub yazıram. A minus B deyildi mi misal? Vurulsun B minus A. B nədir? -3 çıxılsın 12. Bunu hesablayaq. Fikir verin, bu mənfi ilə bu mənfi müsbət olur. 12 üstəgəl 3 olur bu. Bunun da içərisində -3-dən 12 çıxanda toplayıb mənfi yazırıq. -15 olur. Arasında vurma var bunların. 12-nin də üstünə 3 gələndə müsbət 15 vurulsun -15. Bu da eləyir -225. Cavab oldu -225. 50-ci sual yenə ehtimallı zər məsələsidir. Fikir verin, yenə deyirəm, 2 zər birgə atıldısa, 2 zər birgə, deməli kəsrin məxrəci 36 olacaq.
Düşən xallar cəminin 11 olması deyir. İndi biz əlverişli halları tapırıq. Görək neçə düşməlidir ki, cəmləri 11 olsun. 1 yazsam olmaz bax. 1 yazsam bizim xallarımız 6-ya qədərdir. 1 yazsam maksimum 6 yaza bilərəm. 1 ilə də 6-nın cəmi 7 eləyir. Ona görə 1 yaza bilmirəm. Çünki cəmi 11 eləməlidir. 2 yazsam yenə olmaz. 6-nın üstünə 2 gəlsəm 8 eləyər. Bu da olmaz. 3 yazsam yenə olmaz. 4 yazsam olmaz. Çünki maksimum 6 ilə toplaya bilərəm. 10 olur. Deməli 5 yaza bilərəm. 5 yazsam 6 yaza bilərəm ki, bu cəmləri 11 olsun. Bir də 6 yaza bilərəm 6 ilə 5. Başqa da cəmləri 11 olması üçün başqa bir hal yoxdur. Deməli neçə hal oldu? 2 dənə halımız oldu. Gətirib bunu da yuxarıda yazırıq sayını. 36 ilə də 2 ixtisar gedir. Yuxarıda qalır 1. Aşağıda qalır 18. Deməli cavabımız nə oldu? 50-də. Cəminin 11 olma ehtimalını tapın deyir. Burada cavab 2 çıxıb. Əslində cavabda əlverişli halların sayını tapıblar. Ancaq ehtimalını tap deyirsə cavab 18-də 1 olmalıdır. Yəni burada ya sualda səhvlik var, ya cavabda səhvlik var. Çünki 2 zərb birlikdə atılıb düşən xallar cəminin 11 olma ehtimalı deyirsə, bu qaydada tapırsınız. Kəsrin məxrəci 36 olur, surəti 2 oldu da, saylarını tapdıq. Bunlar da ixtisar gedəndə 18-də 1 qaldı. Əgər desəydi ki, 11 olması üçün əlverişli halların sayını tap, onda 2-ni götürəsiydik. Amma belə 18-də 1 olur. Yəni cavab düzgün verilməyib burada. Sağ olun, gecəniz xeyirli uşaqlar. Bunları öyrənin.